Değerli izləyicilərimiz, bu gün sizlərə Maçdağ qisməsində Maçdağa Buzovlu yolunun üzərində 131 nömrəli marşrutun axırıncı dayanacağından cəmi 150 metr məsafədə 3 sotun içərisində tam əşyalı 4 otaqdan ibarət belə bir evin çəkilişindəyik. Hal-hazırda evin həyətyanı sahəsindəyik. Rahatlıqla da gördüyünüz kimi darvazası böyükdür. Maşın da həyətən daxil ola bilir. Ev özdə 8 daş yerdən kürsüldür. Alt hissəsi padvaldır. O hissədən rahatlıqla alt hissəsində keçid mümkündür. Evin həm sol tərəfi, həm sağ tərəfi məsafəsi var və evin arxasında da bir hissəsi vardı. Keçib oranı sizə çəkib təqdim edəcəm. Bu hissədə belə bir əl damcısıdır. Onu da qeyd edim ki, bu ətraflarda yayda, isti vaxtlarda sudan problem olur. Su yəni daimidir. Qazı, suyu, işığı hamısı var. Sayğaclarına qədər mövcuddur. Suyun sayğacına qədər var. Keçirəm indi evin yan hissəsinə. Buradan sizə evin arxasını da çəkim təqdim edeyim. Deməli, buradan da bir kiçik qapısı var. O biri küçəyə çıxır. Bu da evin arxasında gördüyünüz kimi rahatlıqla yəni burada ağac əkmək olar. Və bu yandan da evin məsafəsi gördüyünüz kimi yetərincə var. Burada belə bir kiçik bir dam var toyuq-cücə üçün. Keçəm evin içərisinə. Daxil olan evin içərisinə. Ev özü tam təmirlidir. Qeyd edeyim ki, ev bayaq dediyim kimi əşyalı da satıla bilir. Yəni ev sahibi dedi ki, əşyalı satılması mümkündür, əşyasız satılması mümkündür. Keçəm evin içərisinə və sizə təqdim edirəm ki, evin vəziyyəti necədir. Bura giriş olan hissədir. Gördüyünüz kimi kiçik bir koridordur. Solda mətbəxdir. Onu qeyd edim ki, mətbəx mebeli evdə qalır. Yəni əşyalı, əşyasız belə olsa. Buradan sağ hissədə belə bir 2 sanitar qovşaq var. Bir belədir. Bir də digər belə bir sanitar qovşaq. Hamı otağı bir yerdə. Və burada evin qonaq otağı olan hissəsidir. Belə bir geniş qonaq otağıdır. Sağda belə bir kiçik uşaq otağıdır. Burada belə bir digər yataq otağıdır. Bu hissədə isə sonuncu bir yataq otağıdır. Gördüyünüz kimi, hörmətli izləyicilərim, təmiri də yaxşıdır, əladır, tam təmirlidir. Gördüyünüz əşyalarla bir yerdə bu ev satılsa, qiymət olacaq 85.000 manat. Əgər ev sahibliğine görə əşyalar hamısı götürülsə, qiymət olacaq 80.000 manat. Gördüyünüz bu evin kvadratı da 140 kvadrat metrdir. 3 sotun içində 4 otaqlı 140 kvadrat metr. Hər bir şey daimidir. Qazı, suyu, işığı da çəkib sizə təqdim etdim. Sənədi bələdiyyə sərəncamıdır, hörmətli izləyicilərim. Onu da qeyd edeyim. Qiyməti də dediyimiz kimi 80.000-ə əşyasız, 85.000-ə tam əşyalı. Əlaqə nömrəmiz səhifəmizdə mövcuddur. Bu və digər bunun kimi evlər tanış olmazsınız, səhifəmizə daxil olub baxa bilərsiniz. Bizi izləməyi unutmayın. Sağ olun.